Salam dəyərli izləyicilər. Bugünkü verilişimiz vətənpərvərlik mövzusunda olan gənclərimizin fəaliyyətindən ibarətdir. Çox sağ olun ki, mənim dəvətimi qəbul edib bu verilişə təşrif buyurmusunuz. Sizin icazənizlə verilişimizdə olan qonaqları təqdim edeyim. Məlikə xanım Göyçəli. İsmaili rayonunun bir neçə müsabiqələrində birinci yer tutmuş bizim Sərxan Muradovdur. Sərxan balamızı xoş gördük verilişimizdə. Sərxan balamız İsmailinin mənim düşüncəmdə fəxridir. Çünki İsmailli tədbirlərinin hər birisində birinci yer müsabiqələri tutmuşdu. Sərxan balamızın bugünkü gündə populyarlaşmasında, özünü göstərməsində anası Vüsalə xanıma təşəkkür edirəm. Çox sağ ol Vüsalə xanım, mənim təklifimi geri çevirmədiniz. Sərxan bugün öz gözəl şeirləri ilə bizi feyziyab edəcəkdir. Verilişimizin başqa bir xanım qonağısı da Ağsu rayonundan gəlmiş Leyla Vüqardır. Leyla Vüqar şəhid bacısıdır. Leyla Vüqar Azərbaycanda 700 şəkili tam təmənnası çəkib ailələrə təqdim edən bir xanımdır. Onunla da Cavidan Bədəlovun tədbirində tanış olmuşuq. Bizim balaca qonağımız, istedadlı balamız Emil Əlizadədir. Emil Əlizadə Qızıl Açar yarışmasının qalibi. Aktyor, müğənnidir. Xoş gördük. Emil balamız, sənə uğurlar arzu edirəm. Hər zaman səsiniz uzalardan eşidək. Siz bizim gələcəyimizsiniz. Biz gənclər gələcəyimizlə fəxr eləməliyik. Vətənpərvər böyüyən bu xalqın övladları, nümayəndəsiləri olacaqsınız inşallah. Dəyərli izləyicilər, verilişimizin elə bu anında Emil balamızdan gözəl bir musiqi eşidək. Aklıma bomboş gidişlerim, bilemem manasını, hüzünlenir. Yine sev beni, yine beklerim. Beni kendinden vazgeçer gibi düşer aklıma bomboş gidişlerim, bilemem manasını, hüzünlenir. Yine sev beni, yine beklerim. Beni kendinden vazgeçer gibi, oh, vazgeçer gibi, deli gibi. Bir süre yanıldım, ayıldım. Gerçeği sevmedim, kaçırdım. Aklımı yoluna yatırdım. Bekledim, bitmedi, şaşırdım. Son kalemiz yine sabırdı, o da yıkıldı düşlerim gibi. Of, düşer aklıma bomboş gidişlerim, bilemem manasını, hüzünlenir. Yine sev beni, yine beklerim. Beni kendinden vazgeçer gibi düşer aklıma bomboş gidişlerim, bilemem manasını, hüzünlenir. Yine sev beni, yine beklerim. Beni kendinden vazgeçer gibi, oh, vazgeçer gibi, deli gibi. Çox sağ ol Emil bala. Sənə müvəffəqiyyətlər arzu edirəm. Emil, səndə bu istedad hardan yaranıb? Kimdir sənə köməklik edən? Səni bu incəsənət yolunda sənə dəstək olan kimdir? Zəhmət olmasa bir-iki kəlmə danışardın, qulaq asar. Mənim bu istedada özümün marağım var. Mənə kömək eləyən nənəmdir, Sevda nənəm. Buradan ona salam göndərirəm. Sağ ol. Təşəkkür eləyirəm. Çox sağ olsun.
Allah ona can sağlığı versin. Amin balam, amin. Həmişə böyüklər olan yerdə həmişə dəyər olar. Məlişə xanım, sizə təşəkkür edirəm. Sizi İsmayılı Çox sağ ol. yazarları adından, Azərbaycan yazarları adından Çox sağ ol. minnətdarlığımı bildirirəm. Sizin ARB-in rəhbəri olaraq sizin yenə bir şeirinizi almaq bizim üçün qürur olar, xoş olar. Sənə qurban can demişəm, Göyçə gölüm, Göyçə gölüm. Qar altında tər bənövşəm, Göyçə gölüm, Göyçə gölüm. Nə idi günahım görən, qaçqın düşdük neçə kərəm. Obam oldu pərəm-pərəm. Göyçə elim, Göyçə gölüm. Hüsnə düşsün şəkilim, qoynunda suya çəkilim. El naminə dərd vəkilim, göy çəkilim, Göyçə gölüm. Hərə borçludur bir cana, qolunda boyanım qana, ruhum çıxsın asimana, Göyçə elim, Göyçə gölüm. Həsrətdir vüsal qoynuna, məlikəni sal qoynuna, el obanı al qoynuna, Göyçə elim, Göyçə gölüm. Əskər, göstər bir də hünər, Göyçədə də çalaq zəfər. Orada sancaq al bayrağı, əhsən aldız Qarabağı. Orada da sancaq bayrağı, əhsən aldız Qarabağı, əhsən aldız Qarabağı. Zərifə xanım, mən sizə təşəkkür edirəm və ilk verilişində təbrik edirəm Çox sağ bu olun, münasibətlə təşəkkür edirəm. və sonda bizim sizə hədiyyələrimiz var. Onları da Çox sevirəm hədiyyələri. sizlərin, izləyicilərin izni ilə, qonaqların izni ilə təqdim edəcəyik. Məlişə xanım, təşəkkür edirik sizə. İndi də Sərxan Muradovu dinləyək. Sərxan balım, özün haqqında bir məlumat verərdin dəyərli izləyicilərimizə, tamaşaçılarımıza. Mən bilirəm, amma qoy tamaşaçılarımız öz dilindən eşitsin. Əvvəla hər birinizi xoş gördük. Salamlayıram hər birinizi. Bütün yaxınlarıma buradan salamlar göndərirəm. Mən İsmayılla şəhər Eldar Məmmədov adına Sömrəli Məktəb liseyin 11-ci sinifində təhsil alıram. Uşaqlıqdan bu bədii qiraətə marağım var idi. Valideynim dəstək olurdu mənə bunun üçün. Bir müddətlər sonra bizim müəllim var orada, Çingiz Muradlı. Onun sayəsində bir neçə müsabiqələrə qatıldım, yer tutdum. Hər tədbirdə, hər müsabiqədə marağım daha da artırdı. İndi isə İncəsənət Universitetinə vermək istəyirəm. Aktyorluğa qabiliyyət imtahanına hazırlaşıram. İcazəniz varsa, Ramiz Qüsalsalinin Azərbaycan bayrağı şeirini ifa eləyə bilərəm. Buyur. Ramiz Qüsalsalı, Azərbaycan bayrağı. Kəndini vəsf etməyə qüdrətim yetər. Ulduzunu, ayını göydə mələklər ötər. Hər rəngində ya qazi, ya şəhid, bir mən bitər. Səni istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı. Yağının min iləsi köydən, kələkdən keçər. Sən sancılan ucalıq min ürəkdən keçər. Dağlar yerindən oynar, daşlar ələkdən keçər. Göylərin nur yağmuru, yerlərin göy qurşağı, Azərbaycan bayrağı. Sən arazın, samurun umuduna bələndin. Dərbəndin dərd hıçqıran sükutuna bələndin. O tayımda Savalan, bu tayımda Şah dağı, Azərbaycan bayrağı. Cəngidə cövlan yerim, cövlanda can yerimsən. Sən mənim and yerimsən, mənim iman yerimsən. Barışda gül çələngim, savaşda qan yerimsən. Dalğalı ləngərlərin yelpiklənən yarpağı, Azərbaycan bayrağı. Sənsən azadlıq eşqim, sənsən hür deyəcəyəm. Ən son nəfəsimdə sənə şeir deyəcəyəm. Şuşada sən qonduğun daşa pir deyəcəyəm. Çəkəcəyəm gözümə kölgən düşən torpağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Təşəkkür edirəm Sərxan. Çox sağ ol. Sənə bu gözəl qiraətçiliyin inşallah davamlı olacaq. Sənin səsin həmişə bizə fəxr verəcək. Çox sağ ol, minnətdaram. Bir daha ana Müsadə xanıma təşəkkür edirəm səni belə bir oğul övlad yetişdirdiyi üçün. Mən bilirəm, mən və Sərxan haqqında çox gözəl məlumatlarım var. Sərxan rayon üzrə bir neçə yerlərdə birincilik qazanıb. Xocalı yaddaşın faciəsində birinci yer tutub müsabiqəsində. Nəsiminin 650 illiyində bədii qiraətçi olaraq birinci yer tutub. Dəfələrlə Sərxan balamız İsmailinin adını ucaldırdı. Onu alqışlayıram bir daha.
Çox sağ olun Zərifə xanım. Azərbaycanın suverenliyi uğrunda canından keçən hər zaman tarix boyu bizim qəhrəmanlarımız olub. İstər 1-ci Qarabağ savaşında, istər 2-ci Qarabağ savaşında hər zaman bizim qəhrəmanlarımız şücaət göstəriblər və o şəhidlərdən İsmayıl rayonunun 189 nəfər şəhidi 1-ci, 2-ci Qarabağ döyüşlərində şəhid olublar. 1-ci Qarabağ döyüşünün ilk şəhidi Şahməmməd olub, son şəhidi Cahan olub. Şəkildə gördüyünüz bu qəhrəman isə Cavidan Bədəlov haqqında danışmaq istəyərdim. Cavidan Bədəlov həqiqətən də tarixə tarix yazan bizim antiterror şəhidimiz Zaur oğludur. Cavidan haqqında danışmaq bəlkə də saatlara sığmaz, könüllərə sığmaz. O həqiqətən də bizim qürur yerimizdir, qəhrəmanımızdır. Azərbaycan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, bütün döyüşlərdə iştirak edib. Və eləcə də bizim Leyla xanım bir balaca məlumat verədi şəhidlərimiz haqqında. Leyla xanım 700-dən çox şəkli ailələrə yenə də deyirəm təmannasız paylayıb. İsmaili şəhidlərində unutmayıb. O Leyla xanım hər birini ürəyində, gözündə, könlündə yaşadaraq onu qələmlə ifadə edibdi. Leyla xanım buyur. Özün haqqında bir məlumat ver. Əvvəla hər kəsi salamlayıram. Mən Ağsu rayonundan gəlmişəm. Özüm Atatürk Universiteti Gözəl Sənətlər Fakültəsində oxuyuram. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Şəhidləri unutmamaq hər birimizin vətəndaşlıq borcumuzdur. Təşəkkür ederim. Leyla xanım, biz sizinlə Cavidan Bədəlovun şəhid olan günü, mövlud günü biz bir yerdə olduq. Tədbirdə orada tanış olmuşuq sizinlə. Sizin ailədə də tanışam mən. Qardaşın Vüqar Qəmgin, şair Qəmgin haqqında mənim bir neçə yazılarım Əsrin ziyalarında çap olunub. Eləcə də şeirlərim çap olunub. Mənim sizin ailənizə böyük hörmətim var. Yəni Vüqar Qəmginə yaraşan bir ailədən gəlmisən. Vüqar Qəmginin bir ailəsini mən tanımışam. Vüqar Qəmgin həm rəssam olub, həm şair olub, həm də vətənimiz uğrunda naşan bir əsgər olub, şəhid olub. Allahdan ona rəhmət diləyirik. Leyla xanım, bir kəlmə qardaşınız haqqında, əgər Leyla balaca olub, çox balaca olub, erkən yaşlarını itirib qardaşını, amma onun ürəyində bir bacı həsrəti var. Bəli, elədir. Bir balaca məlumat verərdiniz. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Onun Vüqarın timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Mənim qardaşım həm şair idi, həm rəssam idi. Rəssamlığı da var idi. Şeir yazmağı çox sevirdi. Ədəbiyyat müəllimi olmaq istəyirdi. Və qismətində şəhidlik nəsib oldu. Allah qardaşıma rəhmət eləsin və bütün şəhidlərimizə. Çox sağ olun ki, dəvət eləmişsiniz bizdə. Təşəkkür edirəm. İsmayıl rayonunun publisist yazarı olaraq, şəhid yazarı olaraq mən Zərifə Ağaşov qızı İlham və Fərizənin məzarı üstündə 1992-ci ildə özümə söz verdim ki, mən böyüyəndə sizlər üçün yazar olacağam. Mən həqiqətən də bu günləri o yolu davam etdirdiyim üçün özümü bir qədər xoşbəxt sayıram. İsmayıl şəhidlərinin hər zaman yanında olan bizim icra başçımız Nahid Bağırovu buradan salamlayıram. Mənim İsmayıl poemamı Xəzan jurnalında, yəni Nahid Bağırovun dəstəyi ilə, Nahid Bağırovun göstərişi ilə İsmayıl poemasını yazmışam. Nahid müəllim, biz buradan sizə salamlar göndəririk, təşəkkür edirik. Hər zaman şəhidləri üstün tutaraq, qazi ailələrini, şəhid ailələrini üstün tutaraq yanımızda olduğunuz üçün mən sizə təşəkkür edirəm. Çox sağ olun Nahid müəllim, siz hər zaman bizlərin yanındasınız. Burada da Məlikə xanım Göyçəlinin Əsrin ziyalıları jurnalında silsilə məqalələrim yer alıb. Şəhidlərimiz haqqında, hər bir şəhidlərimiz haqqında bir şəhid yazarı olaraq ömrümün sonuna dək bu qəhrəmanların qəhrəmanlığı bitər, amma mənim bir yazar olaraq heç zaman qələmim susmaz, heç zaman qələmim dayanmaz. Hər zaman onlar haqqında yazmaq düşünürəm. Bunların hər birisi, bəli, bunların hər birisi vətənpərvərlik haqqında olan, şəhid haqqında olan mövzulardır. Mən Əsrin ziyalıları jurnalının demək olar ki, hər dəfə silsilə yazılarımı verirəm Əsrin ziyalıları jurnalına. Məlikə xanım mənim üçün çox doğmadır, çox əziz bir insandır. Çünki Məlikə xanım illər öncə mənim atam haqqında, Əsrin ziyalılarında onun haqqında gözəl bir yazı paylaşmışdı. Zaman ötdükcə, mən illər keçdikcə
Məlikə xanımı axtardım, çox aradım, amma Məlikə xanımı nəhayət ki, illər öncə, 15 ildən sonra Aşıq Fərinin çəkişində, İsmaili Aşıq Fəri məclisində təsadüfən Məlikə xanımla rastlaşdım. Və onunla qürur duyuram. Çox sağ ol Məlikə xanım. Həyatda ən gözəl, xoşbəxt insanam ki, ilk öncə atam üçün, atam haqqında, sonra mənim silsilə yazılarımı hər dəfə təmənnası çap etdiyiniz üçün sizə dərin minnətdarlığımı, təşəkkürümü bildirirəm. Çox sağ olun, haqqınızı halal edin, gözəl insan, sizinlə görüşmək xoşdur. Məlikə xanım, elə sizdən gözəl bir şeir töhfəsi inşallah. Bəli, məmnuniyyətlə. Zərfə xanım, mən sənə təşəkkür edirəm ki, yəni adamın qədrini bilirsən, bu jurnalımızın, kitabımızın qədrini bilirsən, gözəl oxunaqlı yazılar, şeirlər, kitab, qəzet jurnalımızda dərc elətdirirsən. Sən çox savadlı, ziyalı, gözəl bir xanımsan. Mən sizinlə fəxr edirəm. Həmişə yanımda, sağımda olmağını arzulayıram. Çox sağ olun Məlikə xanım, təşəkkür edirəm. Sizdən alınan ən böyük qiymətli mənim üçün həqiqətən. Səmanın üzüyü qaşı ulduzlar. Gecələr sayrışır səmada onlar. Səmada bərk vurur, yanar işıqlar. Bilinməz səmanın neçə yaşı var. Dünyanın yaşıdır, yaşı ulduzlar. Səmanın üzüyü qaşı ulduzlar. Sayrışan işığın öz mənası var. Səmada ulduzlar tənha dolaşar. Arzular çin olar, onlar barışar. Bir-birini sevər naşı ulduzlar. Səmanın üzüyü qaşı ulduzlar. Kainat qaranlıq, ulduzla dolu. Uzaq məsafədir onların yolu. Böyükdür səmada ulduzun rolu. Səmanındır sirli daşı ulduzlar. Səmanın üzüyü qaşı ulduzlar. Ulduza baxırsan, ulduz sayrışar. Ulduzu sayarsan, sayı qarışar. Ulduzlar səmaya gözəl yaraşar. Səmanındır tacı, başı ulduzlar. Səmanın üzüyü qaşı ulduzlar. Səmanındır tacı, başı ulduzlar. Səmanın üzüyü qaşı ulduzlar. Səmanın üzüyü qaşı ulduzlar. Ulduzlar. Şeirin müəllifi Məmməd Müsəllimov Məhəmməd. Leyla xanım, sizdə bu istedadı bilirəm ki, ailədən gəlir, ailədən irəli doğur. Çünki sizin ailə ilə mən tanış olanda mən gördüm ki, sizin ailəniz həqiqətən istedadlı bir ailədir. Şairlər yetişdirib, rəssamları yetişdirib, incəsənətlə bağlı olan bir ailəsiz. Sizdə ilk maraq necə yarandı? İlk şəkli hansı ilə başladınız? Zəhmət olmasa bir balaca məlumat verərdiniz. Uşaqlıqdan elə ana tərəfdən gəlir. Mənim dayım və babam rəssam olub. Dayım özü heykəltaraşdı. Rəssamlığa ilk dəfə Vətən müharibəsindən sonra Mübariz İbrahimovun portreti ilə başlamışam. Əvvəlcə çəkinirdim çəkməyə. Mübarizi çəkəndən sonra gördüm ki, bu istedad yanandı məndə. Sonra davam elədim. Və davam eləyə indi hal-hazırda buradayam. Təşəkkür edirəm sizə də dəvət etdiyiniz üçün. Mənim fikrimcə sizin əminiz də şairdir. Buradan əminizə də bir... Bəli, əmimiz də salamlayıram. Bəli, əmim də şairdir, özü şeirləri var. Bəli, adamdır. Polad əmimi salamlayıram buradan. Şair. Məlikə xanım, sizin başqa bir deyəcəyiniz nəsə var? Mənim deyəcəyim, sizdən çox razıyam. Bir daha hər birinizi salamlayıram, xoş gəldiniz deyirəm. Və mənim sizə hədiyyəm var, olarmı onu sizə təqdim edeyim. Biz sizi gözəl kitab qəzet jurnalımızda, gözəl məqalələrinizə görə, çıxışlarınıza görə Əsrin Ziyalısı jurnalımızda fəxri fərmanla təltif edirik. Və sizin haqqınızda Həmkarlar Komitəsinin sədrinə məlumat vermişəm. O da sizə öz qızıl qələm mükafatını təqdim edibdir. Bu adlar sizin özünüzə kövrəlmə. Məlikə xanım, demək Bu adlar sizin öz qələminizə, iti qələminizə
verilən addı özünüzün halal əməyinizə verilib. Çox sağ olun Məşə xanım. Həqiqətən də söz tapmıram, çox kövrəldim. Bu gün mənə bunların hər birini bəxş edən həqiqətən mənim cənnət mələklərim, Kövrəlməyin. şəhidlərimdir. Mən sizlərin başında Sizin əməyinizə dəyər verilib. Cavidan, sənin qarşında baş əyirəm. Azərbaycanın bütün şəhidlərin qarşısında baş əyirəm. Şəhid ailələri, sizi salamlayıram. Yeri gəlmişkən, onu da qeyd edim ki, dünən bizim 44 günlük zəfərin Kövrəlməyin. Ramil Musayevin 35 yaşı tamam olurdu, onsuz keçən 35 il idi. Mən buradan Nəsibə ana sizdən çox dönə-dönə xahiş edirəm. Mən dünən tədbirdə çıxış edə bilmədim. Ramil bizim həqiqətən də dağlar qartalı, dağlar vüqarı, qəhrəman, sayılıb seçilən İsmailinin qartal oğludur. Mənə bu sevinci bu gün bəxş edən onlara təşəkkür edirəm. Çox sağ ol. Çünki mən bir daha əmin oldum ki, şəhidsin yazan, şəhidsin düşünən beyin heç zaman yıxılmaz. Şəhidi sevən heç zaman yıxılmaz. Təşəkkür edirəm Məşə xanım. Mən söz tapmıram deməyə, həqiqətən mən üçün gözlənməz oldu. Bəli, biz bunu özünə deməmişik. Bundan sonra da olsa, 10 il bundan sonra düşünə bilərdim, amma xəyal edə bilməzdim. Çox sağ olun. Sədrin işi olduğuna gəlməyibdi, Qızıl Qələm Həmkarlar Komitəsinin sədri. Yəni mən demişdim, ona hədiyyəm var, o deyib bizdə də hədiyyəsi var. Zərifə xanım şəhidlərlə bağlı gözəl yazılarını oxuyuruq, çıxışlar eləyir, tədbirlərdə olur, zəhmətlər çəkir. Ona görə Qızıl Qələm onun əməyinə verilən dəyərdir. Çatdırın onu, məndən xahiş eləyibdir. Təşəkkür edirəm. Bağışlayın, bir qədər kövrəldim. Həqiqətən də özümə hakim ola bilmədim. Bir daha bu müqəddəs ruhların qarşısına baş əyirəm. Leyla xanım, bəlkə sizin də bizə bir sözünüz var, bəlkə bir başqa bir ürəyinizdə qalan nəsə bir. Mən də sizə hədiyyəm var, balaca bir hədiyyəm. Bütün hədiyyələrdən gəlib. Bugün çox gözəl gündür həqiqətən. Sizə təqdim etmək istəyirəm. Məlikə xanım sizə də Çox gözəl hədiyyədir. Bu mənim işimin, ITV kanalımızın ən uca, yüksək zirvəsində duracaq. Həmişə xatırlayacağım bu şəkli siz çəkibsiz. Sizin də gələn verişimizdə bizim sizə hədiyyəmiz olacaqdır. Bu mənim ən dəyərli hədiyyəmdir. Dəyərli izləyicilər, verilişimizin bu yerində qiraətçi Sərxan balamızdan yeni bir şeir töhfəsi alaq. İcazənizlə Zərifə xanım Ağayüsuf qızının İsmailli Şəhidlər poemasından Musa Piriyevin əziz xatirəsinə olmuş bir şeirini söyləmək istəyirəm. Düşünürdüm açmaz bir də o güllər. Bahar gəlməz, ötməz şeyda bülbüllər. 30 ilin yaddaşında hər anın bəzəmişdi məzarlı Musanı. Tumurcuğa bürünürdü meşələr. Kol dibində bənövşəli küşələr. Eşidirdim fəryadını ananın. O sarılmış başdaşına Musanı. Mən duymadım qoxusunu baharın. Saç salmışam bulaqların axarın. Bir qərinə qalıb artıq yerdə, çətin zaman o dağlar əldə. Saralmışdı təzə düymə ağaclar. Sanırdım ki, həyat bizdən öz alar. Xəzan vurdu, soldu neçə muradım, o illərdə qırılmışdı qanadım. Bahar çağı təbiətlə doğuldun. Doğma vətən torpağına vuruldun. Yaraları ürəyində hər anın. Unutmarıq igidliyi Musanın. Unutmarıq igidliyi Musanın. Çox sağ olun söz verdiyinizə görə Zərifə xanım. Çox sağ ol Sərxan oğlum. Təşəkkür edirəm oğlum. Həqiqətən də şəhid üçün, vətən üçün, el üçün yazan əllər, düşünən beyinlər, danışan dillər heç vaxt Allah Taala tərəfindən boşuna olmur. Çünki bu gün bu qiyməti mənə verən Leyla xanım, təşəkkür edirəm şəkil portretə görə. Vüqarlar, Cəlallar, Ramillər, Teymurlar. Bu gün mən inanıram ki, onlar yenə də mənimlədilər və bu yoldan heç zaman çəkilməyəcəm. Çox sağ olun, təşəkkür edirəm. Dəyərli izləyicilər, sağollaşıq yeni proqramımıza başqa mirlərlə çıxmaq ümidi ilə.